Salam, axşamınız xeyirli olsun. Hörmətli izləyicilərimiz, həmişə olduğu kimi bu gün də siyasi şərhçimiz Dəmir Qurbanlı növbəti mövzulara aid suallarınızı cavablandıracaqdır. Bəli, Dəmir müəllim, 28 mart Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması günü xidmətinin formalaşdırılmasında Heydər Əliyevin fəaliyyəti barəsində fikirlərinizi eşidək. Buyurun. Çok sağ olun. Sualınıza keçməmişdən öncə Təhlükəsizlik Xidməti orqanları əməkdaşlarını xidmətin yaradılması günü münasibətilə, yəni 28 mart peşə bayramları münasibətilə müdrik rəhbərimiz Heydər Əliyevin şah əsəri olan Azərbaycan Respublikasının və onun siyasətinin davamı olaraq 2003-cü ildən etibarən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu məsləhətyönlü düşülmüş daxili və xarici siyasətinin nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının verdiyi dəstəyin məntiqi nəticəsi olaraq ölkələrimizdə tam şəkildə bərqərar olmuş siyasi sabitliyimizin, milli təhlükəsizliyimizin, milli maraqlarımızın qorunub möhkəmləndirilməsində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kadr siyasətinin bariz nümunəsi olaraq dövlət başçımızın siyasətinə, uğurlu məqsədyönlü düşülmüş daxili və xarici siyasətinə, onun tapşırıq və göstərişlərinə, öz əməli işi ilə, fəaliyyəti ilə, xidməti vəzifələrinin ötəsində layiqincə gəlməklə yüksək səviyyədə xidməti borcunu yerinə yetirən hörmətli və dəyərli generalımız Cənab Əli Nağıyev başda olmaqla xidmət əməkdaşlarını səmimi qəlbdən, ürəkdən təbrik edirik. Onlara işlərində uğurlar, nailiyyətlər, həyatda can sağlığı arzu edirik. Qeyd eləmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 1918-20-ci illərdə mövcud olmuş Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu illərindən əsasları qoymağa başlamışdır. Yəni 1919-cu ilin 28 mart tarixində Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlət orqanları kimi Dövlət Təhlükəsizliyi Komitəsi hazırki xidmət sahəsi də formalaşdırılmağa, yaradılmağa başlamışdır. Və Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq hər bir istiqamətdə dövlət orqanlarının təyinatı üzrə vəzifələrinin icra edilməsi üçün lazım olan şəraiti yaratmışdır. Və bu dövrdə Dövlət Təhlükəsizliyi Xidməti, o zaman Dövlət Təhlükəsizliyi Komitəsi adlandırılırdı. Xalq Daxili Komissarlığının nəzdində və digər orqanların işlərin nəzarəti həyata keçirən orqan olaraq Azərbaycanın müstəqilliyinin keşiyində ayıq-sayıq dayanmışdır və bu dövlətin tərkibində bir müddətində fəaliyyət göstərmişdir. Və sonradan 1920-ci ilin 28 aprelində Sovet Rusiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1922-ci ildən SSR-nin yaradılmasından sonra Azərbaycan Sovet Sosialist Respublikası olaraq SSR-nin tərkibinə daxil olduqdan sonra Dövlət
Təhlükəsizlik Komitəsi də fəaliyyətini komünist rejimi şəraitində, Sovet rejimi şəraitində SSR Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. Belə bir şəraitdə Dövlət Təhlükəsizlik Komitəsi özünü hər bir istiqamətdə fəaliyyətini genişləndirmiş və xüsusi olaraq qeyd etmək lazımdır ki, komünist rejimi şəraitində SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış ermənilərin, ermənipərəstlərələrin, rusların təşkilatçılığı ilə onların məqsədlərini Azərbaycanda həyata keçirmək məqsədi ilə bu orqanda qeyri-millətlərin, yəni ən əsası isə ermənilərin, rusların çoxluq təşkil edilməsi istiqamətində bir sıra tədbirləri həyata keçirmişlər. Burada əsas məqsəd, məram ondan ibarət idi ki, Azərbaycanlıların əsas dövlət orqanlarından kənarda qalmasını təmin etmək və beləliklə də Sovet rejiminin, komünist rejiminin onlar yaratdığı şəraitdən səmərəli istifadə etməklə Azərbaycan xalqının dünəninə, bugününə, sabahına, gələcəyinə zərbə vurmaq istiqamətində ermənilərin planlarının həyata keçirilməsinə hesablanmış siyasi xətti həyata keçirmək üçün həmin kadrlardan Azərbaycan SSR-in tərkibində ayrı-ayrı ziyalılarımıza qarşı, dövlət xadimlərimizə qarşı və müasir dövrlə səsləşən fikirlər ifadə edən şəxslərə qarşı tədbirlər planı həyata keçirilmişdir. Bu planların ən mühüm tərkib hissəsi olaraq repressiyaların həyata keçirilməsi, yəni Azərbaycan ziyalılarının yüksək intellektə, savada, biliyə malik olan, uzaq görən şəxslərin xalqı səfərbər etmək qabiliyyətinə malik olan, dünyanın diqqətini cəlb edən Sovet İttifaqında Azərbaycanlıları satqın xalq olaraq təqdim etmək üçün, eyni zamanda ermənilərə qarşı soyqırımı cinayəti törətmiş ölkənin vətəndaşları olaraq tanınması istiqamətində tədbirləri həyata keçirmək üçün 1937-38-ci illərdə SSR DTK-sının, Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə o zaman SSR Dövlət Təhlükəsizlik Komitəsinə Yejovdan sonra Beria rəhbərlik etmişdir və 37-38-ci illərdə Azərbaycanlılara qarşı kütləvi şəkildə bu orqanda yüksək vəzifə tutan ermənilərin, rusların və qeyri-millətlərin təşkilatçılığı ilə, rəhbərliyi ilə Azərbaycanlılara qarşı kütləvi şəkildə repressiyalar həyata keçirilmişdir. Və beləliklə də Sovet komünist rejimi Azərbaycanda ermənilərin Sovet dövlətinin maraqlarına uyğun olaraq siyasi xətti həyata keçirərək bu günümüzə, gələcəyimizə Azərbaycanın, türk dilli xalqların, o cümlədən Azərbaycan xalqının bu gününə hesablanmış siyasi xətt həyata keçirmişlər. Yəni ki, Azərbaycanın gələcəyinə zərbə vurmaq üçün bu tür şəxslərin, ziyalılarımızın, alimlərimizin, demokratik fikirli şəxslərin repressiyaya məruz qalması istiqamətində, kütləvi qırğınlara məruz qalması istiqamətində siyasi xəttlərini həyata keçirmişlər ki, onlar gələcəkdə Azərbaycan üçün hər hansı bir addım ata bilməsinlər. Yəni ki, Marksın
Kapital əsərində qeyd olunduğu kimi kütlə kütlədir prinsipini həyata keçirmək üçün, Azərbaycanda həyata keçirmək üçün xalqın düşünən beyni olan ziyalılarımızı kütləvi şəkildə qırğınlara məruz qoydular. Və 40-cı illərə qədər, 41-ci illərə, 40-cı il ortalığa qədər bu proseslər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində həyata keçirilməsi istiqamətində işlər həyata keçirildiyi bir vaxtda Azərbaycanımızın, müasir Azərbaycanımızın qurucusu və banisi, dünya miqyaslı siyasi xadim, Azərbaycanın, dünya Azərbaycanlılarının, Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin tarixinə qurtuluş dahisi olaraq daxil olmuş, dünyanı idarə etmə qabiliyyətinə malik olan, dünyada qəbul ediləmə tanınan Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başladığı illərdən etibarən müdrik uzaqgörən siyasi xadim olaraq Heydər Əliyev çox gənc yaşlarından Azərbaycana qarşı ermənilər tərəfindən, qeyri-millətlər tərəfindən, ruslar tərəfindən Dövlət Təhlükəsizlik Komitəsində həyata keçirilən tədbirlərin, o cümlədən repressiyaların arxasında nəyin dayandığını və hansı məqsəd üçün həyata keçirilməsini dərindən bildiyinə görə və eyni zamanda bu sistemdə, bu orqanda Sovet dövlətinin görən gözü olan, vuran əli olan Dövlət Təhlükəsizlik Komitəsində ermənilərin çoxluq təşkil etməsində məqsədin nədən ibarət olmasını dərindən dərk edərək, bilərək, hiss edərək bu orqanda bu günümüzə hesablanmış siyasi xətti həyata keçirmişdir. Yəni, SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış, Azərbaycana qarşı əks mövqedə olan qüvvələrin təşkilatçılığı ilə birbaşa planlı və məqsədli şəkildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində erməniləşdirmə, ruslaşdırma siyasətinə qarşı Azərbaycanlılaşdırma siyasətini həyata keçirmişdir. Yəni, milli kadrların hazırlanaraq Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə işə cəlb edilməsi, Azərbaycanlıların bu orqanda çoxluq təşkil etməsi siyasətini uğurla həyata keçirmişdir. Yəni, müdrik rəhbərimiz qeyd elədiyimiz kimi bu orqanda erməniləşdirmənin məqsədi nədən ibarət olmasını, ruslaşdırmanın siyasətinin nədən ibarət olmasını dərindən dərk edərək hiss edirdi ki, burada məqsəd, məram nədən ibarətdir? Yəni, onlar... Müəllim, bağışlayın sözünü, kəsirəm. Dəmir müəllim, siz qeyd etdiniz ki, Sovet DTK-sı Azərbaycanda DTK-da erməniləşdirmə, ruslaşdırma siyasəti aparır. Nə idi məqsəd burada? Məqsəd ondan ibarət idi ki, SSR-i qeyd elədiyim kimi Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış ermənilər və ruslar Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində öz planlarını, yəni ermənilərin gələcək planlarını həyata keçirmək məqsədi ilə Azərbaycan ziyalılarının, Azərbaycanın düşünən beyinlərini məhv etmək üçün bu sahədə öz planlarını həyata keçirirdilər. Yəni, ermənilər 1-ci Pyotrun Böyük Ermənistan yaratmaq ideyasının reallaşdırılması istiqamətinin işlərini həyata keçirirdilər. Yəni, 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu dövründə İrəvan xanlığını Azərbaycandan alaraq Ermənistana birləşdirildilər. Sonra Sovetləşmədən sonra 20-ci ildə
Zəngəzuru və 23-cü ildən başlayaraq Qarabağın Ermənistana birləşdirilməsi, işğal edilməsi, həmin ərazidə soyqırım siyasətinin həyata keçirilməsi istiqamətində həyata keçirdikləri tədbirlərin davamı olaraq, yəni ki, 23-cü ildə Sovet İttifaqının yaradıldığı ildən bir il keçməmiş ermənilər Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdılar. Və Azərbaycan ziyalılarının onlar fəallığını gördülər. Sovetləşmənin mövcudluğu şəraitində. Və nəhayət ki, Qarabağı Ermənistana birləşdirməyə nail olmadılarsa, muxtariyyət verilməsinə 1923-cü ildə nail oldular. Və həmin siyasi xəttin davamı olaraq Azərbaycan SSR-də, o zaman Azərbaycan SSR adlandırılırdı. Bu planların davamı olaraq gələcəkdə onların planlarının həyata keçirilməsinin manisiz törədən ziyalılarımızın, Azərbaycan xalqını görən göz olan, düşünən beyin olan şəxslərin aradan qaldırılması istiqamətində işlər apardılar ki, qeyd etdiyim kimi, Marksın kütlə küt alətdir. Yəni, Azərbaycan xalqının təşkilatlanması istiqamətində hər hansı bir tədbiri həyata keçirməyə qadir olan bir şəxs qalmamalıydı, ermənilərin planlarına uyğun olaraq. Ona görə də onlar bu proqramı, bu planları həyata keçirdilər ki, tədricən bütün Azərbaycanda bütün hakimiyyət orqanlarını, o cümlə Dövlət Təhlükəsizlik Komitəsini, daxili işlər, prokuror orqanları, güc strukturlarını erməniləşdirməklə, ruslaşdırmaqla, ələ keçirməklə Azərbaycan torpaqlarını asan bir yolla Ermənistana birləşdirilməsini həyata keçirsinlər. Onlar bu məqsədlə də Azərbaycanın hüquq mühafizə orqanlarına, o cümlədə Dövlət Təhlükəsizlik Komitəsinə yerləşdirilmişdi və Azərbaycan xalqına qarşı böhtan kampaniyası aparılırdı. Azərbaycanlıların Sovet dövlətinin rəhbərliyi qarşısında gözdən salınması, Türk Dilli Xalqlar qrupuna daxil olaraq Türkiyə Respublikasına meyllənməsi adı altında onların ləkələnməsi istiqamətində işlər aparırdılar və ona görə də Sovet dövlətinin rəhbərliyi, Sovet dövlətinin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi edən şəxslər və orada yırtıcı yuvası salmış ermənilər, ermənipərəst dairələr, ruslar, Azərbaycanlıların kökünü kəsmək üçün, yəni Dövlət Təhlükəsizlik Komitəsinin vasitəsilə xalqı səfərbər etmə qabiliyyətinə malik olan şəxsləri, ziyalılarımızı aradan qaldırmaq üçün bu istiqamətdə öz fəaliyyətlərini genişləndirmişlər. Genişləndirmişlər daha doğrusu həmən illərdə. Azərbaycan xalqı çox müdrik, uzaq görən xalq olduğuna görə hələ 20-ci əsrin birinci yarısında, ikinci yarısına qədəm qoyarkən ermənilərin bu cür planlarının qarşısına sədd çəkməyə qadir olan bir şəxsiyyət meydana gəlmişdir, Heydər Əliyev. Yəni Heydər Əliyev 40-cı illərdən 48-49-cu illərə qədərki dövrdə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən sonra, yəni o zamanki Leningrad Ali Təhlükəsizlik Orqanları Məktəbini, akademiyasını bitirdikdən sonra Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başladığı ilk illərdən etibarən Azərbaycan xalqının bugününə, sabahına, gələcəyinə hesablanmış siyasi xətt həyata keçirməyə başlamışdır. Yəni ki, 50-ci illərdən Dövlət Təhlükəsizlik Komitəsinin əks kəşfiyyat
şöbəsində bölmə rəisi kimi fəaliyyətə başladığı günlərdən, vaxtlardan etibarən bu orqanda hansı proseslərin həyata keçirildiyini, ermənilərin hansı məqsədlərə xidmət elədiyini və Sovet dövlətinin, Komünist Partiyasının siyasətinə xidmət adı altında öz maraqlarına, yəni ermənilərin maraqlarına hesablanmış fəaliyyət göstərmələrini dərindən hiss edir və görür. Ona görə də bütün tarixi faktlar, sübutlar tam şəkildə təsdiq edir ki, Heydər Əliyev 1953-cü ildə Sovet İttifaqı rəhbərliyində baş verən dəyişkənlikdən sonra, yəni Stalin vəfatından sonra 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin Hərbi Kəşfiyyat şöbəsinə rəis təyin edildikdən sonra bu orqanın fəaliyyətində əsaslı görüş yaradılmışdır. Yəni bu illərdə qeyd elədiyimiz kimi ermənilərin SSR Dövlət Təhlükəsizlik Komitəsinin və bu komitə rəhbərliyində olan erməni pərəst dairələrin, qüvvələrin, Sovet dövlətinin rəhbərliyində olan şəxslərin, ermənilərin dəstəyi ilə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin erməniləşdirmə siyasətinin qarşısını almışdır. Yəni bu orqanda tamamilə Azərbaycanlılaşdırma siyasi xətti həyata keçirmişdir. Azərbaycanlı kadrların bu orqanda işə qəbul edilməsi, yüksək vəzifələrə təyin edilməsi istiqamətində çox böyük siyasi xətt həyata keçirmişdir. Yəni bu dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə, SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən, yəni ermənilər tərəfindən, bax, bayaq qeyd elədik, qeyd elədiyimiz kimi Azərbaycan xalqının görən gözü olan, düşünən beyni olan ziyalılarımızın, dövlət xadimlərimizin və eyni zamanda 2-ci Dünya Müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığa ləkə yaxmaq və beləliklə də Azərbaycanın qəhrəmanlıq tarixinin üzərindən qara xətt çəkmək, SSR rəhbərlik qarşısında Azərbaycanlıları satqın, fərari xalq olaraq, Sovet dövlətinin düşməni olaraq təqdim etmək məqsədi ilə 5000 nəfərin 2-ci Dünya Müharibəsində, yəni 5000 nəfər Azərbaycanlının 2-ci Dünya Müharibəsində fərarlıq etməsi, döyüş mövqelərini tərk etməsi barəsində və eyni zamanda dünya miqyasında tanınan və qəbul edilən dünya tarixinə Partisan Mixailo adı ilə daxil olan Mehdi Hüseynzadənin düşmənə satılmış satqın kimi təqdim edilməsi istiqamətində həyata keçirdikləri məqsədyönlü işlərin nəticəsi olaraq Azərbaycan DTK-sına, Dövlət Təhlükəsizlik Komitəsinə bu cür araçlar verilmişdir. Yəni SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən. Və müdrik uzaq görən siyasi xadim Heydər Əliyev çox böyük uzaq görənliklə bu cür arayışın verilməsində Azərbaycanlıları kütləvi şəkildə qırğınlara, həbslərə məruz qalması istiqamətində planların arxasında nəyin dayandığını, hansı məqsədin olduğunu dərindən bilərək qeyd etdiyimiz kimi ermənilərin bu istiqamətdə həyata keçirdiyi planların qarşısını çox böyük siyasi ustalıqla alaraq 5000 nəfərin 2-ci Dünya Müharibəsində qəhrəmanlıq nümayiş etdirməsini, SSR-in orden və medallarla təltif edilməsini aşkar edərək Sovet rəhbərliyə təqdim etmişdir. Ki bu arayışlar ermənilər tərəfindən tərtib edilmişdir ki, Azərbaycan xalqının
qəhrəmanlıq tarixinə ləkə vursunlar. Azərbaycan xalqını Sovet rəhbərliyi gözündən salsınlar ki, həqiqətən bunlar 2-ci Dünya müharibəsində Sovet dövlətinin Alman faşizminə qarşı apardığı müharibədə onlara qarşı döyüşməyiblər. Yəni Sovet dövlətinin maraqlarına uyğun hərəkət eləməyiblər. Və eyni zamanda Mehdi Hüseynzadənin düşmənə satılmış satqın kimi təqdim edilmişdi. SSR Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən, yəni ermənilər tərəfindən, daha doğrusu ermənilərin orada olan rəhbər vəzifəli şəxsləri tərəfindən planlı şəkildə ki, bax qeyd elədik ki, Azərbaycan xalqını satqın xalq kimi, Sovet hakimiyyətinə qarşı olan xalq kimi və eyni zamanda fərari xalq kimi, 2-ci Dünya müharibəsində satqınlıq etmiş xalq kimi təqdim eləmək məqsədi ilə və özlərini isə vaxtilə türklər tərəfindən soyqırma məruz qalmış xalq kimi, qəhrəman xalq kimi, Sovet dövlətinin maraqlarına uyğun fəaliyyət göstərən xalq kimi, xidmət edən xalq kimi təqdim eləmək məqsədi ilə Azərbaycanlılara qarşı bu siyasi xətti həyata keçirirdilər. Və müdrik rəhbərimiz qeyd elədiyimiz kimi Mehdi Hüseynzadənin 2-ci Dünya müharibəsində qəhrəmanlığını və eyni zamanda dünya ölkələrində faşizmə qarşı mübarizədə, müharibədə çox fəal iştirak etməsini təsdiq edən faktları aşkar edərək SSR rəhbərliyinə, SSR Ali Sovetinin rəyasət heyətinə təqdim etmişdir. Və beləliklə də Heydər Əliyev Azərbaycan xalqının qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkənlik tarixinə yeni bir səhifənin başlanğıcını qoymuşdur. Yəni 20-ci əsrin 2-ci yarısında 1957-ci il 14 aprel tarixində SSR Ali Sovetinin sədri Voroşilovun fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanlığı verilmişdir. Yəni görün, Heydər Əliyev həyatının ən coşqun vaxtlarında, ən gənc vaxtlarında müasir dövrümüzü görür və düşünürmüş kimi hansı addımlar atmışdır. Bu tarixi faktları biz hər dəqiqə, hər an vərəqləməliyik, əhaliyə çatdırmalıyıq, təbliğ etməliyik ki, Azərbaycanın tarixində, 20-ci əsr tarixində dünya miqyaslı siyasi xadim olaraq dünyanı idarə etmək qabiliyyətinə malik olan, uzaq görən, müdrik bir lider olmuşdur Heydər Əliyev. Və həmin dövrdən başlayaraq milliləşdirmə siyasətini uğurla həyata keçirərək bu orqanda bir sıra tədbirləri həyata keçirmişdir. Eyni zamanda Azərbaycan ziyalılarının repressiyaya məruz qalmasının qarşısını almışdır. Məsələn, Bəxtiyar Vahabzadənin yazdığı Gürcistan poemasına görə həbs olunmalıydı. Ancaq Heydər Əliyev bunun qarşısını almışdır. Yəni, Heydər Əliyev çox bir uzaq görənliklə qeyd etmişdir ki, Bəxtiyar müəllim Azərbaycanın tarixini yazıb, faktı yazıb, olan şeyləri yazıb. Gürcistan əsəri Azərbaycanın parçalanmasının Ruslar tərəfindən SSR hökumətinə təqdim edir ki, həqiqətən bizi siz ikiyə parçalayıbsınız. Yəni, müstəqilliyimizi əlimizdən alıbsınız. Azərbaycan xalqını, Azərbaycan torpaqlarını şimala, cənuba bölübsünüz. Buna işarət edirdi. Yəni, Sovet dövlətinin mövcudluğu şəraitində bu cür fikirləri həyata keçirmək, bu cür fikirləri dəstəkləmək, özü Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə tutan şəxs tərəfindən qeyri-mümkün məsələ idi. Yəni, ona görə də müdrik rəhbərimiz müasir müstəqil Azərbaycanın tarixinə, qurtuluş tarixinə daxil olmuş Heydər Əliyevin digər ölkələrin və xalqların tarixində mövcud olmuş dövlət xadimlərindən, siyasi xadimlərdən, qurtuluş dahilərindən çox böyük əsaslı
fərqli cəhətləri vardır. Yəni ki, bu orqanın fəaliyyət göstərdiyi illərdə, yəni bu orqanda fəaliyyət göstərdiyi dövrdə 30-40 il əvvəlcədən 30-40 il həmin dövrün sonra müstəqillik əldə edəcək müasir Azərbaycan Respublikasının əsaslarını qurutmağa başlamış. Yəni kadr potensialının yaradılması, kadr siyasətinin həyata keçirilməsi, milliləşdirmə siyasətinin həyata keçirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir və Azərbaycanın o zamanki şair və yazıçılarının, demokratik fikirli şəxslərin, bəli, sonra digər şəxslərin qorunun möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirləri həyata keçirməklə müasir Azərbaycanımızın əsaslarını qoymağa başlamışdır. Yəni müdrik rəhbərimizin 1940-cı illərdən başlayaraq 69-cu ilə qədərki fəaliyyəti onun dövrünün, ictimai siyasi fəaliyyətinin hər bir dövrü müasir dövrümüzlə səsləndirilir. Yəni əsas onun fəaliyyətinin bazı hissəsini Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyəti, siyasəti təşkil edir. Yəni Dövlət Təhlükəsizlik Komitəsində Heydər Əliyev o qədər güclü siyasi xətt həyata keçirmişdir ki, Sovet dövlətinin maraqları çərçivəsi adı altında müasir dövrümüzə hesablanmış siyasi xətt həyata keçirmişdir ki, onu ən yüksək vəzifələrə irəli çəkmişlər. Yəni ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində, Sovet sistemində, dünya sosializm sistemində, kapitalizm ölkələrində, dünyanın Avropada, Asiyada Dövlət Təhlükəsizlik Komitəsi sədri olaraq artıq 69-cu ildən çox yüksək səviyyədə tanınır və qəbul edilirdi. Və bir neçə ölkələrdə həyata keçirilmiş dövlət çevrilişlərinin qarşısının alınmasında xarici ölkələrdə iştirak etmişdir. Yəni, bundan sonraki dövrdə müdrik rəhbərimizin Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətindən sonra Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Dövlət Təhlükəsizlik Komitəsinin formalaşdırılması, inkişaf etdirilməsi, kadr potensialının artırılması istiqamətində bir sıra tədbirləri həyata keçirmişdir və eyni zamanda təhlükəsizlik orqanları üçün kadr hazırlayan institutların, akademiyaların, məktəblərin inşa edilməsi, fəaliyyətə başlanması istiqamətində çox böyük işləri həyata keçirmişdir. Və eyni zamanda SSR rəhbərliyində olarkən Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi digər orqanların fəaliyyətinə göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi hələ Sovet dövründə də çox yüksək sürətlə inkişaf etməyə, formalaşdırmağa başlamışdır. Və sonraki illərdə Azərbaycan xalqının təkli tələbi ilə hakimiyyətə gəldiyi illərdən etibarən, yəni 1993-cü ilin 15 iyun tarixindən etibarən, Qurtuluş günündən başlayaraq 2003-cü qədərki dövrdə Azərbaycanımızın Dövlət Təhlükəsizlik Komitəsi digər hüquq mühafizə orqanları kimi, dövlət orqanları kimi yenidən qurularaq təşkil edilərək yeni ictimai siyasi münasibətlər sistemində Azərbaycanımızın müstəqilliyinin qorunma möhkəmləndirilməsi, milli təhlükəsizliyimizin tam şəkildə təmin edilməsi istiqamətində fəaliyyət göstərmişlər. Və müasir müstəqil Azərbaycan Respublikasının qurucusu banisi Heydər Əliyev siyasətinin ən layiq davamçısı müasir tariximizə, 21-ci əsr tariximizə qurtuluş dahisi, xilaskar olaraq daxil olmuş, dünyanı idarə etmə qabiliyyətinə malik olan, dünyanın idarə edilməsində yeni bir siyasi sistemin formalaşdırması istiqamətində səmərəli işlər həyata keçirmiş, yüksək intellektə malik olan kadrların hazırlanmasında və Azərbaycanın təhlükəsizliyin tam şəkildə təmin edilməsi istiqamətində uğurlu siyasətinin nəticəsi olaraq
Azərbaycan Respublikasının, müstəqil Azərbaycanımızın dövlət təhlükəsizlik xidməti hər bir istiqamətdə Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycanda müstəqilliyimizin, təhlükəsizliyimizin, milli maraqlarımızın qorunub möhkəmləndirilməsində separatizmə, terrorizmə, terrorçuluğa qarşı mübarizənin genişləndirilməsi, korrupsiya və rüşvətlərə qarşı mübarizənin, narkotik vasitələrin dövrəsinə qarşı xarici və daxili əks qüvvələrin aşkar edilərək, dövlətçiliyimizə qarşı olan şəxslər aşkar edilərək məsuliyyətə cəlb edilməsi, zərərsizləşdirilməsi istiqamətində çox böyük fəaliyyət göstərirlər. Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsi yüksək səviyyədə fəaliyyət göstərir. Hər bir istiqamətdə Azərbaycanın milli maraqlarının tam şəkildə təmin edilməsi istiqamətində Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti çox yüksək səviyyədədir, çox yüksək dəyərləndirilir və qəbul edilir. Qeyd eləmək lazımdır ki, Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Prezidentinin siyasətinə dəstək ifadə edərək, onun tapşırıq və göstərişlərinə uyğun olaraq xidmət rəisi Azərbaycanın müasir tarixində Prezident cənab Əliyev siyasətinə uyğun olaraq milli dövlətçilik maraqlarımıza şərəflə, vicdanla xidmət edən, Azərbaycanda hüquqi, dünyəvi dövlətin yüksək səviyyədə formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının yüksək səviyyədə qorunub möhkəmləndirilməsində, ictimai siyasi sabitliyimizin tam şəkildə təmin edilməsində və eyni zamanda vaxtilə müasir Azərbaycanımızın qurucusu və banisi Heydər Əliyevin ən çətin məqamlarında dəstəklənməsi, onun hakimiyyətə gəlməsi istiqamətində öz ətrafında olan yaxınları vasitəsilə dəstəyini ifadə edən, çağırışlar edən və bugün Azərbaycan Prezidentinin ona göstərdiyi etimadı öz fəaliyyəti ilə, öz əməli işi ilə doğruldaraq xalqımızın 21-ci əsr tarixinə Prezident cənab İlham Əliyevin ən yüksək səviyyəli kadrlarından biri olaraq Azərbaycan Prezidentinin qulluq kadr siyasətinin bariz nümunəsi olaraq tariximizə daxil olmuş cənab Əli Ağayevin rəhbərliyi ilə Azərbaycan Respublikasında milli dövlətçilik maraqlarımızın qorunması tam şəkildə təmin edilmişdir. Bu orqanın rəhbərliyi, əməkdaşları və digər orqanları Azərbaycan Prezidentinin siyasi xəttinə yüksək səviyyədə dəstək ifadə edərək Azərbaycanımızın hər bir sahədə uğurlara imza atması üçün öz təyinatları üzrə vəzifələrinin öhdəsindən layiqincə gəlmişlər və bugün də bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Yəni, işğal altında olan ərazilərdə düşmənin məskunlaşdığı ərazilərin, onların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, düşmənə qarşı tədbirlərin hazırlanması, həyata keçirilməsi istiqamətində və eyni zamanda işğaldan sonraki illərdə, işğaldan azad edilmiş ərazilərdə separatizmin kökünün kəsilməsi, terrorizmə, terrora qarşı mübarizənin həyata keçirilməsində və düşmən qüvvələrinin zərərsizləşdirilməsində və düşmən üzərində qələbənin tam əldə edilməsində Azərbaycanın konstitusiya quruluşunun işğaldan azad edilmiş ərazilərdə tam şəkildə təmin edilməsi, suverenliğimizin tam şəkildə təmin edilməsi istiqamətində
fəaliyyətlərinin bəhrəsini biz hər bir sahədə görür və hiss edirik. Yəni Azərbaycan prezidentinin qarşıya qoyduğu məsələləri, planları Dövlət Təhlükəsizlik Komitəsi digər hüquq mühafizə orqanları ilə birlikdə və eyni zamanda müharibə vaxtı qeyd etdiyimiz kimi müharibədən sonraki illərdə Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər zamanı olaraq eyni zamanda özlərinin həyata keçirdikləri tədbirlərin nəticəsi olaraq Qarabağ zonasında işğaldan azad olmuş ərazilərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi tam şəkildə təmin edilmişdir və Azərbaycanın konstitusiya hüquqları orada bərpa edilmişdir. Və qısa müddət ərzində Azərbaycanın bu cür uğurlar, nailiyyətlər əldə etməsində Dövlət Təhlükəsizlik Xidmətinin əvəzsiz yeri vardır, xidmətləri vardır. Bu inkar edilməzdir. Yəni ki, Dövlət Təhlükəsizlik Komitəsi xidməti, müasir dövlət xidməti öz xidməti vəzifələrini layiqincə yerinə yetirir və eyni zamanda müasir dövrümüzdə korrupsiya rüşvətxorluğuna qarşı mübarizənin önündə gedir. Sonra dövlət əleyhinə olan şəxslərin aşkar edilməsi, məsuliyyətə cəlb edilməsi, ölkə daxilində, ölkə xaricində olan əks qüvvələrin yerini aşkar edilərək həbs edilməsi, mütləq Azərbaycana gətirilməsi və eyni zamanda separatçıların Azərbaycana meydan oxuyan Qarabağda qanunsuz hakimiyyət formalaşdırmış, özlərini müstəqil dövlət adlandırılmış, Qarabağda hegemon olan şəxslərin, Artunyanların, Araklərin və digərlərin həbs edilərək Azərbaycana gətirilməsində təhlükəsizlik xidməti orqanlarının fəaliyyəti əvəzsizdir, inkar edilməzdir. Bugün biz Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini hər bir istiqamətdə görür və yüksək qiymətləndiririk və bu orqana qarşı, digər hüquq mühafizə orqanlarına qarşı xarici ölkələrdən qaralama kampaniyası aparan şəxslərə öz qəti etirazımızı bildiririk. Bir halda ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin iş təcrübəsindən sonra onların həyata keçirdikləri planların öyrənilməsi üçün xarici ölkələr can atırlar ki, Azərbaycandan öyrənsinlər və öyrənirlər, bu istiqamətdə tədbirlər həyata keçirirlər. Belə olan halda Azərbaycanda isə yüksək səviyyədə sabitliyimizin, milli maraqlarımızın, milli təhlükəsizliyin tam şəkildə təmin edildiyi bir vaxtda və bu sahələrin tam şəkildə möhkəmləndirilməsi istiqamətində işləri həyata keçirən orqana və onun rəhbərlərinə qarşı, o cümlədən hörmətli generalımız, general polkovnik cənab Əli Nağıyevə qarşı, onun rəhbərlik etdiyi şəxsi heyətə qarşı, onun digər ailə üzvlərinə qarşı əks fikirlər yağdıran şəxslərə öz kəskin etirazımızı bildiririk. Onlar Azərbaycana qarşı qarşılama kampaniyası aparırlar və hesab edirəm ki, həmin şəxslər tez bir zamanda tutularaq Azərbaycana gətiriləcəklər. Bir daha peşə bayramı münasibəti ilə Təhlükəsizlik Xidməti orqanları rəhbərlərini, əməkdaşlarını təbrik edirik. Onlara işlərində uğurlar, yeni nailiyyətlər, hətta can sağlığı, uzun ömür arzu edirik. Bəli, müəllim. 1937-1938-ci illər repressiyası Azərbaycanda ermənilərin
Onu təşkilatçılığı ilə yəni siz bayaq da qeyd hə, etdiniz. mən onları Bəli. qeyd elədim. Yəni 37-38-ci illərdə ermənilər qeyd elədiyim kimi Azərbaycanın bu gününə hesablanmış qətiyyəti keçirirdilər ki, bax onlar bu günü sanki görürlərmiş kimi, yəni eyni zamanda özlərinin planlarını həyata keçirmək üçün Aha. bu repressiyaları həyata keçirirdilər. Yəni düşünən insanların önündə gedən, sonra Qarabağ problemini dərindən bilən, Azərbaycanın problemlərini bilən, görən şəxsləri, ermənilərin planlarının həyata keçirilməsinə maneçilik törədən şəxslərin aradan götürülməsi istiqamətində işləri həyata keçirdir. Yəni 37-38-ci ildə, yəni Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində, Azərbaycan DTK-sında fəaliyyətə başladığı illərə qədər bu proses həyata keçirilmişdi. Yəni Heydər Əliyev bu sahədə fəaliyyət göstərməyə başlayarkən Azərbaycanda bu məsələlərin qarşısını almışdır. Yəni burada milliləşdirmə siyasəti həyata keçirilmişdir. Yəni milli kadrları Dövlət Təhlükəsizlik Komitəsində ən yüksək vəzifələr gətirmişdir ki, 37-ci, 38-ci illər repressiyası bir daha təkrarlanmasın. Azərbaycan xalqına qarşı bu cür tədbirlər həyata keçirilməsin. Azərbaycanı görən göz olan, düşünən beyni olan ziyalılarımız məhv edilməsin. Yəni gələcəkdə də ermənilərin planları böyük Ermənistan yaratmaq ideyası Azərbaycanda həyata keçirilməsin. Yəni bunun davamı olaraq, yəni 37-38-ci illərdə Azərbaycan ziyalılarını aradan götürürdülər. Görürsünüz, 87-ci ildə də ermənilərin planlarının qarşısını kəsən Heydər Əliyevi SSR rəhbərliyindən kənarlaşdırdılar. Yəni bu da siyasi repressiya məruz qoydular. Bir növ Heydər Əliyevi siyasi repressiya məruz qoydular ki, Qarabağ probleminin həll edilməsinə 1900 deməli, haradasa 50-ci illərin ortalarından 87-ci ilə qədər Heydər Əliyev Qarabağın Ermənistan birləşdirilməsinin, işğal edilməsinin, sonra orada erməniləşdirmənin həyata keçirilməsinin qarşısını almışdı. Bax ona görə də 87-ci ildə ermənilər Qarbaçovun şəxsində özlərini çox böyük himayədar tapmışdılar. Məsələn, digər şəxslərin, ermənilərin, Şahnazaryanların, Aqambekyanların və digərlərinin. Yəni ki, buna görə də ermənilərin planlarının həyata keçirilməsinə kimlər maneçilik törədirdisə, onları repressiyalara məruz qoydular, məhv edirdilər. Bax, bunları görsün bir-birini tamamlayır. Görün, ermənilər 20-ci ildən, 23-cü ildən 93-cü ilə qədər Qarabağ işğal etmək üçün görün, hansı tədbirlər həyata keçiriblər. Ancaq çox adamlar deyir ki, ermənilər kilə Qarabağ. Xeyr, Qarabağı ermənilər 70 il vuruşublar. Qarabağ işğal etmək üçün, Ermənistana birləşdirmək üçün. Və Rusiyanın hərbi siyasi dəstəyi ilə bunu həyata keçiriblər. Yəni ermənilərin özü bunu bacarmazdılar. Həmişə, bağışlayın müəllim, buyurun. Həmişə ermənilər Rusiyanın, Sovet dövlətinin hərbi siyasi dəstəyi ilə, ideoloji dəstəyi ilə Azərbaycana qarşı bu planları həyata keçiriblər. Bəli, bu tamamilə doğrudur. Və burada bağışlayın, burada şərhlərə baxıram. Burada insanlar var. Bu bir tarixdir də. Bu bizim necə tarixdir. Hansı ki, çox çətin tarixlər, çətin vəziyyətdə olan vəziyyətlərimizi siz burada insanlara çatdırırsınız və təbliğ eləməyə çalışırsınız. Burada insanlar axıllarına gələn yazır bəziləri. İndi onların daxilləri o səviyyə qədər işləyir. Bu normal bir vəziyyətdir. Bilirsiniz, bu bizim çətin vəziyyətimizdir. Bu bizim tariximizdir. Siz buna Məlikməmməd nağılı deyərək siz özünüzün o hansı ki zəif, aktiv olmayan, hansı ki keyfiyyəti belə deyək, düşük olan bir beyin hüceyrələrinizlə fikirləşib axılınıza gələn buraya yazırsınız. Bu sizin sadəcə olaraq səviyyənizi göstərir. Eləmin belə. Yəni lazım deyil. Onlar, Yusuf, bax, bu məsələləri bilmədiklərinə görə bunu nağıl adlandırırlar. Öz səviyyələrinə, öz düşüncələrinə uyğun olaraq. Biz onları qınamırıq. Nə evlərində pişməyib, nə qonşuda görmüşlər. Ona görə, bax görürsünüzmü? Bu nəyin nəticəsidir?
təbliğatın zəif olmasının. Məsələn, bu məsələlər kütləvi informasiya vasitələrində geniş və əhatəli təbliğ edilməlidir. Məsələn, mən mətbuat nümayəndəsi olaraq mətbuat səhifələrində Dövlət Təhlükəsizlik Xidmətinin komitəsinin formalaşdırılmasında, yaradılmasında və müasir tariximizdə rolu və yeri barəsində dövlətçiliyimizin, milli maraqlarımızın, milli təhlükəsizliyimizin, müstəqilliyimizin, ictimai siyasi sabitliyimizin daha da möhkəmləndirilməsində, qorunmasında rolu və yeri barəsində çox sayılı çıxışlar etmişəm mətbuat vasitəsilə. Və indi də bu televiziyanın efirindən bunları çatdırıram. Görürsünüzmü? Biz nə qədər təbliğ eləsək də yenə də azdır. Nə qədər bilsək də bildiyimiz qədər də yenə də bilmirik. Bu onun məntiqi nəticəsidir. Ona görə də mən buradan ona görə çıxış edirəm ki, bunları təvəzzökarlıqdan uzaq da olsa mən bilirəm. Mən bu sahəyə üzrə mütəxəssisəm. Çıxış edirəm ki, bizim gənclərimiz düzdür, çox vətənpərvərdir, uzaq görəndirlər. Xalqımızın, vətənimizin keşiyində gənclərimiz çox böyük uğurla dayanıblar, qəhrəmanlıq nümayiş etdiriblər, şəhidlik zirvəsinə yüksəliblər, qazi olublar, xəsarət alıblar, öz sağlamlıqlarını itiriblər. Biz bunları yüksək dəyərləndiririk, qiymətləndiririk. Ona görə də bu qəhrəmanlıq tarixi barəsində ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdikləri repressiyaları dərindən bilmək lazımdır. Təkcə bu müharibə onun nəticəsidir, son mərhələsidir. Yəni, müharibələr siyasətin zorakılıq yolu davamıdır. Görün, Qarabağın Ermənistanın birləşdirilməsi məsələsi nə vaxt gündəmə gəlib? Sovet İttifaqı yaradıldıqdan sonra. Yəni, 1922-ci ilin 30 dekabr tarixində Müttəfiq Respublika adı altında, Müttəfiq Respublikalar İttifaqı adı altında Sovet İttifaqı yaradılmışdır. Və 23-cü ildə Qarabağın Ermənistana birləşdirilməsi məsələsi gündəmə gətirilmişdir. Yəni, Zaqafqaziya sevmində, sonra Azərbaycanda uzaq görən ziyalılarımız bunun qarşısını almışdır. Yəni, ancaq ona baxmayaraq ermənilər birinci mərhələdə nəyə nail oldular? Qarabağın Ermənistana birləşdirilməsinin nail olmadılarsa da muxtariyyət əldə elədilər Qarabağda. Muxtariyyət. Harası təxminən bir 50%, deməli, bunlar özlərini müstəqil aparmaq, burada ermənilərin çoxlu təşkil etməsi, rəhbərlikdə ermənilərin olmasını nəticə keçirmək üçün buna nail oldular. Bu, görürsünüzmü? Təməli buradan qoyuldu. Qarabağın işğal edilməsi istiqamətində, Ermənistana birləşdirilməsi istiqamətində 1923-cü ildən müharibə aparıblar. İdeoloji siyasi müharibə. İdeoloji siyasi müharibə. Bu müharibənin tərkib hissəsi olaraq SSR Dövlət Təhlükəsizlik Komitəsində yırtıcı yuvası salmış ermənilər Azərbaycan DTK-sına yerləşdirilmişdi ki, Azərbaycanlıların düşünən beynini məhv eləm. Gələcəkdə biz Qarabağı sərbəst sürətdə Ermənistana birləşdirək. Heç kim mənə sürədə bilməsin. Yəni, bunları izah eləmək lazımdır, dərindən bilmək lazımdır. Mən bunu heç bir kitabdan oxumamışam bunu. Yəni, bu öz düşüncələrimdir, öz baxışlarımdır, fəlsəfi gedişlərimdir ki, Azərbaycanın 20-ci əsr tarixində Sovet dövlətinin tərkibində olduğumuz illərdə ermənilərə hansı şərait yaradılıb, Azərbaycanlılar hansı şərait yaradılıb. Allaha çox şükürlər olsun ki, 40-cı illərdən 69-cu ilə qədərki dövrdə Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərib, rəhbərlik edib. Sonra Azərbaycan, Sovet Azərbaycanla rəhbərlik edib. Sonra SSR rəhbərliyində olub 87-ci ilin
Oktyabrın 24 tarixə qədərki dövrdə, yəni istifaya gedənə qədərki dövrdə. Yəni 50-ci illərin ortalarında bunu ermənilər çox gözəl görür və hiss edirdi ki, bu plan həyata keçirilməsə kim mənəstürədir? Heydər Əliyev. Ona görə bunu eləmək lazımdır. SSR rəhbərliyinə bunu kənarlaşdırmaq lazımdır. İndi biz də görürsünüz bunları deyirik. Yəni kim bu məsələnin qarşısında dayanırdı? Azərbaycanın ziyalıları. Yəni 37-38-ci illərdə, 30-cu illərdə, 40-cı illərdə, sonraki illərdə, 50-ci, 60-cı, 70-ci, 80-ci illərdə kimlər dayanırdı? Tez onlardan götürməyə çalışırdılar. Ancaq Heydər Əliyev fəaliyyət göstərdiyi illərdə bunların qarşısını almışdır və nəticə etibarilərdə SSR rəhbərliyinin vasitəsilə, yəni Qarbaçovun erməni pərəst siyasətinin nəticəsi olaraq, anti-Azərbaycan siyasətinin, anti-Azərbaycan mövqeyinin, Heydər Əliyevə qarşı qısqanclığının nəticəsi olaraq Heydər Əliyevin vəzifədən kənarlaşdırılmasından sonra Qarabağ işğalı həyata keçirildi. Yəni Qarabağda nə oldu? Soyqırımı siyasəti həyata keçirildi, deportasiya həyata keçirildi, kütləvi qırğınlar baş verdi, əhali qovulması başladı. Qərbi Azərbaycan ərazilərindən, Qarabağ ərazisindən, Azərbaycan digər ərazilərindən. Sonra başladı təcavüz, işğal. Kimin dəstəyi ilə? SSR rəhbərliyinin və onun siyasi varisi olan Rusiya Federasiyasının, Yeltsin hökumətinin hərbi siyasi ideoloji dəstəyi ilə. Yəni bunların hamısını biz izah edirik, deyirik. Burada hansı nağıldan söhbət gedə bilər müəllim? Bunlar, bu ki, kimsə nağıl kim qəbul edirsə, onun özü başdan ayağa nağıldır. Onun özü nağıldır. Deməli, onun düşüncəsi, şuuru buna yol vermir ki, bizim dediklərimizi qəbul etsin, onun haqqında düşünsün və bilsin ki, həqiqətən bir Azərbaycanlı olaraq hər birimiz Azərbaycanın tarixini bilməliyik. O cümlədən repressiya tarixini, ermənilərin Ermənistan Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi ideoloji siyasi müharibənin tarixini bilməliyik. Təcavüz, işğal siyasətini, tarixini dərindən bilməliyik. Bu da onların məntiqi nəticəsidir. Yəni ki, tarix, dövr, zaman tarixi şəxsiyyətləri yetişdirmişdir. Yəni 2020-ci ilə qədərki dövrdə müdrik rəhbərimizin siyasətinin davamı olaraq müasir tariximizə, dünya tarixinə, bəşəriyyətin tarixinə, dünya xalqlarının tarixinə Müəllim, siyasi lider, bəli. Düşüncə tərzi, baxış bucağı, sonra məntiq bu qədər dar olanda və belə hansı ki, belə xəstə düşüncələr ortaya çıxır. Məlik Məmməd nağılı kimi. Bizim onu bizim çıxışlarımızı insanda gəlir milli maraqlar düşüncəsinin nə olduğunu anlayan beyni olmalıdır. Hər bir insanda bizim milli düşüncə var, baxış var, çox sağ olsunlar. Ancaq bəzi adamlar, rəhbərlikdə olan şəxslər, elə şəxsləri öyrədirlər, özləri gizlənirlər kənarda. Mən bilirəm, kimin sözüdür, kim gecikdirir ona. Elə insanlara nəsə yazdırırlar, deyirlər, nə danışsın orada. Görürsünüzmü? Onlar mənim çıxışımı rayon rəhbərliyində olan vəzifə tutan şəxslər həzm edə bilmirlər. Çünki onlar iki cümləni davada deyə bilmirlər. Ancaq kresloda elə oturur ki, elə bir dədəsindən qalıb buna. Gedir, qəzə törədir, 2 nəfəri öldürür, gənə də vəzifədə oturur. Dövlətin xidmətin maşını sıradan çıxardır, gənə vəzifədə oturur. Mən burada dövlətin siyasətini təbliğ edirəm. Bu da onu bunu öyrədib, deyir ki, orada nə dastan danışırsan. Dastanı açıq danışır. Dastan ayrı şeydir, siyasət başqa şeydir. Bizim folklorumuz, şifahi xalq ədəbiyyatımız çox zəngindir, çox böyük tarixə malikdir. Biz bunların hamısını qoruyub, saxlayıb, gələcək nəslə ötürməliyik. Bəli, biz Dövlət Təhlükəsizlik Komitəsinin gördüyü işləri dərindən bilməliyik ki, hansı istiqamətdə fəaliyyət göstərir. Bizə bu sabitliyi, təhlükəsizliyi kim bəxş edib, kim bizə
bunu təmin edir. Yəni Azərbaycan prezidentinin uğurlu siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə Azərbaycan xalqının verdiyi dəstəyin nəticəsi olaraq Azərbaycanda milli maraqlarımız Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tam şəkildə qorunub möhkəmləndir. Yəni Azərbaycan prezidentinin siyasətinin nəticəsi olaraq Azərbaycanda bərqərar olmuş siyasi sabitliyimizi, dövlətçiliyimizi, milli maraqlarımızı, dövlət təhlükəsizliyimizi tam şəkildə Azərbaycan prezidentinin siyasətinə uyğun olaraq, qanunvericisi nəzərdə tutmuş qaydalara uyğun olaraq, Azərbaycan konstitusiyasına uyğun olaraq həll edirlər, yerinə yetirirlər, möhkəmləndirirlər. Biz də bunlardan danışırıq və eyni zamanda həmin illərdə müdrik rəhbərimiz müasir müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi Heydər Əliyevin fəaliyyəti barəsində danışırıq ki, Dövlət Təhlükəsizlik Komitəsinin formalaşdırılması, milliləşdirilməsi, ermənilərdən təmizlənməsi istiqamətində Sovet dövlətinin mövcudluğu şəraitində heç kəs cürət elə bilməzdi. O siyasəti heç kəs həyata keçirə bilməzdi. Bəli, müəllim. Yalnız və yalnız Heydər Əliyev. Bəli. Bir də əsas o nüansa toxunmaq istəyirəm. Mən həmişə burada şərhlərə baxıram, izləyirəm. Sizin əsasən belə deyək də, indi sizi belə deyək, tənqid edənlərin əksəri müxalif yönlü insanlar və əsasən ən çoxu müxalifətçilər. Bəli, müxalifət. Bunu nə əlaqələndirirsiniz? Bəli, müxalifət Azərbaycanın bu gününü, gələcəyini həzm edə bilmir. Müxalifət demək olmaz onlar. Onlar xalq düşmənidirlər, kəsçilərdir, gəmicilərdir, həşarətlərdir. Bugün müxalifət də onu giymiş həmin şəxslər 90-cı, 93-cü illərdə, yəni 88-93-cü illərdə Azərbaycanı bərbad vəziyyətə qoymuş şəxslərin tör-töküntüləridir. Yəni Azərbaycanı parçalanmaya doğru aparmış, sonra Azərbaycan ərazisində ayrı dövlətlərin yaradılmasına zəmin yaratmış, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına, Azərbaycanın bir dövlət olaraq dünya xəritəsindən silinməsi istiqamətində addımlar atan ermənipərəst şəxslərin, dairələrin Haçə Müsavat 2 hakimiyyətliyinin, 5 hakimiyyətliyinin, 10 hakimiyyətliyinin tör-töküntüləri də olar. Onlar müasir Azərbaycanın bu dövrü ilə hesablaşa bilmir, həzm edə bilmir. Onların rəhləri yatır. Onlar nifaq keçirirlər. Bəli. Məsələn, görürsən biri qonşu, biri kasıb olur, o birisi varlı olur və yaxud da ki, varlı olur, sonra kasıblayıb, gedib bir maşın alır, yaxşı 2 mərtəbəli pişdirir, qonşu ona baxır, ürəyə yatır. Deyir ki, bu falan kəs deməzsən, belə ev qurdu, belə iş qurdu. Ancaq Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimiz Ali Başkomandanı, dünyanın tarixinə qeyd elədiyimiz kimi, qurtuluş dahisi olaraq Azərbaycan xalqının milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı olaraq daxil olmuş, dünyanı idarə etmə qabiliyyətinə malik olan, dünyanın müdrik siyasi lideri, dünyanın tarixində, dünya ölkələrin tarixində, dünya sistemində yeni bir baxışlar sistemi, siyasi sistem formalaşdırmış və dünyaya yeni bir alə modelini təqdim etmiş, alə akademiyası yaratmış, alə institutu yaratmış və yaradaraq bunları dünya təqdim etmiş. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu, məsuliyyətyönlü, düşünülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq və bu siyasətə biz dəfələrlə buradan efirdən demişik. Xalqımızın verdiyi dəstəyin, Azərbaycanın hüquq mühafizə orqanlarının, təhlükəsizlik orqanlarının, prokurorluğunun, polis orqanlarının, daxili orqanlarının, hərbi kəşfiyyat orqanlarının, bütövlükdə dövlət və hakimiyyət orqanlarının verdiyi dəstəyin nəticəsi olaraq, Azərbaycanda formalaşmış Gözəl Xalq Ordu Birliyi nəticəsi olaraq Azərbaycan Respublikası dünyada ən böyük nüfusa malik olan ölkələri daha da keçmiş, ən nüfuzlu ölkəyə çevrilmiş. Bunları həzm edə bilmirlər. Bir gün özlərinə müxalifətdir. Hansı müxalifətdir sən? Müxalifət ona deyilmir.
Azərbaycanda müxalifət heç ehtiyac da yoxdur. Müxalifətdən olan şəxslər Milli Məclisdə otururlar. Belə əsl müxalifət olardı. Seçkilərdə iştirak ediblər, Milli Məclisdə yer tuturlar, müsbət mənada da sözlərini deyirlər, tənqidi fikirlərini də deyirlər. Bəli, müxalifətdir o. Deməlidir. Ancaq müxalifət, özlərinin ki müxalifət adlandıran bu şəxslər siyasi kəsicilər, gəmiricilər, həşarətlilər də olar. Vətən xainləridir. Anlaqsız ruh xəstələr də olar. Onlar qaraxma kampaniyasıyla məşğuldurlar. Xaricə məlumat ötürməklə, yalan, uydurma məsələləri şişirtməklə. Yoxsa o Əli Kərimovdur nədir? Dəli Kərimovdur nədir? 20 yanvarda gəldi, Dönükürü kəndinin sərxoşluqla məşğul oldu. Rəhmətli Elçivəylə. Ölüb Allah rəhmət eləsin demək lazımdır. Yəni bunların hər birinin yüksək əhəmiyyəti, xeyri vardır, yolu vardır. İndi bəziləri burada başqa şeylər yazırlar. Yəni ki, bunların özlərinin şuuru düşüncəsi ona çatmır. Azərbaycanın keçmiş tarixi yolu bilmək istəmirlər. Və yazır ki, get nəvə nəticəklə oynar. Gör yarışdığına bax, yazdığına bax. Gör bunların düşüncəsinə bax. İlqardı nədir adı yazıb oraya. İndi canı sağ olsun, nə yazır yazsın. 80 yaş yəqin sənin olar, mənim adıma çıxırsan. Mənim o yaşa çatmağa hələ çox var. Mən dövlətə xidmət edirəm. Neçə yaşım olsa da, olmasa da, biz dövlətin əskəriyik. Hansı yaşda olsaq da, olmasaq da, dövlətin xidmətində dayanmalıyıq. Dövlətin siyasətini təbliğ eləməliyik. Görürsünüzmü? Dövlətin siyasətini hələ dərk eləməyən şəxslər var, müəllim. Bəli. Burada müsbət ki, bildirmə əvəzinə ayrı şeylər yazırlar. Nə bilim, mən ayrı fikirlər səsləndirirlər. Yəni, bunların hər biri dərk eləməlidir ki, biz bunlarda ötər danışırıq. Bunları dərindən dərk eləmək lazımdır, həyatda təbliğ eləmək lazımdır, öyrənmək lazımdır, bilməyənlərə çatdırmaq lazımdır. İndi biz burada danışanda, görürsünüzmü? O dəfə də demişəm, indi də deyirəm. Deməli, nəhər çalxalananda yağ bir tərəfə çıxır, ayran bir tərəfə çıxır. İndi xarici ölkələrdə Azərbaycana qarşı qaraqma kampaniyası aparan Qabildən, nə bilim, Mehmandan, Emindən, o Erşaddan, o Məhəmməd Mirzəlidir, nədir ondan, sonra o Turaldan sizin fərqiniz nədir? Sizin fərqiniz varmı? Mən hesab edirəm ki, hüquq mühafizə orqanları buradan fikirlər yağdıran şəxsləri aşkar edəcəkdir. Onlar məsuliyyətə cəlb edəcəkdir. Onlar məsuliyyətə cəlb olmalıdırlar ki, Azərbaycana qarşı siz bu fikirlərdə yağdırırsınız. Burada siz bu fikirlərinizlə dövlətə qarşı olduğunuzu təsdiq edirsiniz. Yəni, müxalif yönümlü şəxs olduğunuz, adınız, heç bilmirsən müxalifət nə deməkdir, deyirsən, mən müxalifətəm. Hansı müxalifətsən sən? Heç anlayışı yoxdur bunlar müxalifətdən. Bəli. Yəni, demək istəyirəm ki, bunların bunların hamısının o yazdığı fikirlər, onların özlərinə aiddir. Çox sağ olsunlar. Mən bilirəm, onu yazdıranlar kimdir, yazanlar kimdir, ad çəkmirəm. Allah canlarını sağ eləsin, hörmətli Mehriban xanım Eminə dediyi kimi, sizə can sağlığı arzulayıram. Sizə can sağlığı arzulayıram. Bax, gələcək siz haqqınızı alacaqsınız. Mən bilirəm o kimdir, kimlərdir, kimlər yazdırır. Nə deyil, mən onları bilirəm hamısını. Onların arxasında kimlər durur. Yəni, burada yazır ki, Hafız Hacıyev müxalifətdir. Hafız Hacıyev, bəli. Hafız Hacıyev çox güclü müxalifətdir, dövlətçiliyimizə xidmət edir. Azərbaycan prezidentinin mövqeyini müdafiə edir, bəli. Digər şəxslərin maraqlarına zid fikirlər səsləndirir. Bəli, Əli Kərimovun, sonra İsa Qəmbərin, digərlərinin fəaliyyətini tənqid edir, çox düz edir. Bəli, Azərbaycan prezidenti haqqında bir kəlmə artıq heç danışıb bu. Yəni, belə şeylər var, belə deməli, bu adamlar kiməsə nəsə, indi ki, mən onlara məhər qoymuram, kim nə yazır, yazsın, öz işləridir. Yəni, bunların hamısı
Müəllim necə düşünürsünüz? Ola bilər ki, sizə bir paxıllıq hissi ola, xüsusiyyəti ola. Ola bilər Bəli, belə bir düşüncələr. paxıllıqdır. Bu rayon rəhbərliyində olmuş şəxslər yazdırır onu. Orada bir Ferrari var, Əli Əliyevdir. Sonra İcra Hakimiyyətindən bir Rəşad Zeynalov odur. Hansı ki qohumları Emindir, sonra Mehmandır, o birisidir. Dövlət rəhbərliyinə qarşı şəhər böhtan kampaniyası aparırlar. Rəşad Zeynalov haqqında tədbir görülmədiyinə görə bu belə gəlib eləməli də. O bir Ferrari var, Əli Əliyev. Tovuzda Qarabağ müharibəsi əlləri, veteranları, şəhid əlləri İctimai Birliyinə sədrlik eləyir. Bu özünü bir nazir kimi, bir deputat kimi aparır. O gün baxıram tədbirdə, deməli, rayon rəhbərləri arxı ilə gedir, yaxın sədri arxı ilə gedir. Bu Ferrari başçının sağından, solundan, əlində bir metrə telefon gedir. Elə bir ki, bu hansısa nazirdir, deputatdır. Gülə-gülə ərişər ki, bu başçının sağ əlidir. Başçı da sağ olsun, bu cür fərəllərə şərait yaradır. Çox minnətdarım ona. Mən onu tənqid elədikcə, onu üst başa keçirir. Keçirim, Allah sağlığını sağ eləsin. Sağlıq olsun, hər şeyin vaxtı var. Yəni demək istəyirəm ki, bu adamlar mənim bu cür fəaliyyətimi qəbul eləmək istəmirlər. Niyə? Çünki onlar ikili mövqedən dövlətə yanaşırlar. Üzdə hakimiyyət deyirlər, ancaq hakimiyyətə qarşı çıxış edirlər. Yaxşı, mən hakimiyyətin, Cənab Prezidentin təbliği ilə məşğul oluram. Bu da fakt, sübutdur. Niyə görə ayrı şəxsləri örgədib, burada ayrı şeylər yazırırsınız? Niyə? Marağınız nədir? Siz istəmirsiniz. Dövlət siyasət təbliğ olunsun, əhali savadlansın, mariflənsin. Və indi mən şəhid ailələri birliyindən gedirəm, gəlirəm. Onların bəzilərini ələ alırlar. Dəmir sənin adınla gedib pul alır sizin adınızdan. O da deyir ki, kimdən alır birinin adını deyir. Onu rəis deyir, rəis, şöbə rəisi deyir ki, siz o dəmir nə var, dəmir sizin adınızdan pul yığır. Çağırır onu bunu deyir ki, o dəmiri oradan aralayın. Mən Cənab Prezidentin tapşırıqlarını yerinə yetirəm. Siz kimin tapşırığını yerinə yetirirsiniz? Şöbə rəsdiyənə Toz rayon polis rəisi Adəm Rəsulov deyirsiniz. Deməklərinə görə onu deyirlər. Məsələn, ad çəkmə də istəmirəm heç. Onlar da deyir ki, kimdən alır pulu deyən birini. Sərzə daxil olub, yox. Yəni, mənə qarşı Qaraqəmə kampaniyası aparmaqda məqsəd nədir? Dövlətin siyasətinə qarşı çıxmaqdır. Bu mənə qarşı çıxmırlar bunlar. Bunların siyasi təfəkkür tərzi buna yol verir ki, bunlar bunu başa düşmürlər ki, dəmir kimdir, nə iş məşğuldur? O vaxtı burada 2000-ci ildə bir prokuror var idi, Tariyel. Onu Həmid Bağırov örgətmişdi. Burada qoyların parkını satırdı müəllim. Qoylar parkı var mı burada? Evet. Mən prezident aparatını yazdım. Sonra dönüb Kırkənd Orta Məktəb ərazisini satırdılar. Nəsə onu örgətdi ki, 3 nəfəri ərizə yazırdılar. Güya birindən 2000 almışam, birindən 1000 almışam, birindən 500 manat almışam. Ki, məni qorxusun, mən geri duram, bunlar torbağı satsınlar. Deyim, get sümut elə. Get sümut elə. Sonra mən getdim, dedim ki, niyə qoymuşsan mən dövləti təbliğ edim? Dedim, nə dövlətində hökumət, sən nə danışırsan? Oturdum, dedim, mən gəlmişəm, tut məni. Getdim, prezident aparatını şikayət elədim. Oradan onun adamları vardı, adını çəkmirəm, mənimlə yaxındır. Gəldim, onun otağından danışdı ki, sən bilmirsən dəmir kimi har işləyir? Dövlətin təbliği ilə məşğuldur. Sən orada tutanmırsan, bu işlə məşğulsan. Onu burada istədilər, getdi. İndi bir-iki adamlar var, onlar da gedəsidir buradan. Nə demək istəyirəm ki, mən burada yazılanların heç birinə məhəl qoymuram. Çox sağ olsunlar, çox minnətdaram. Allah canlarını sağ eləsin. Kim nə cür qəbul edir, onun öz şəxsi işitməli. Elə deyil mi? Oldu ki, mən şərhləri izləyirəm, bəzilərinə fikir verirəm. Sizin bu fikirləri səsləndirmək, belə deyək, qarşılığında hər hansısa bir maaş aldığınızı və yaxud da pul aldığınızı düşünürlər. Xeyr, mən bu çıxışı deməli özüm həyata keçirirəm. Müdür rəhbərimiz Heydər Əliyevin müasir dövlətçilik tariximizdə roluna, fəaliyyətinə yüksək qiymət verərək onun siyasətini geniş və əhatəli təbliğ etmək məqsədi ilə
təmənnasız olaraq heç bir maliyyə vəsaiti tələb etmədən, heç bir yardım tələb etmədən Heydər Əliyev Akademiyası yaratmışam və təsdiq olunması üçün sənədlərini hazırlamışam. Ədliyyə Nazirliyinə təsdiqə göndərəcəm. Yəni, mənim məqsədim ondan ibarətdir ki, müdrik rəhbərimizin siyasəti geniş və hətəli şəkildə təbliğ olunsun. Müdrik rəhbərimizin əsəri, bu əsərin davamı olaraq Cənab İlham Əliyevin yaratdığı bütöv Azərbaycan, dünya miqyaslı Azərbaycan əsəri, canlı bir əsərdir. Yəni, burada 2-ci Qarabağ müharibəsindən sonra, Vətən müharibəsindən sonra bu cür vəziyyət yaranmışdır. Burada buna baxıram. Yəni, demək istəyirəm ki, vəziyyət biraz 20% qalır. Bu istiqamətdə də məsələlər müsəllini tapmışdır. İndi ayrı sualımız var müəllim? Ayrı sualımız yoxdur. Sadəcə olaraq bizim bir sualımız var. Bir də xarici blogerlər barəsində Bəli. istəyərdik. Bu aralar yaman belə aktivləşmişdilər. Sonradan onların səsləri kəsildi. Onlar xarici idarələrin, ermənipərəst qüvvələrin əlində Azərbaycana qarşı bir alətə çevrilmişlər. Həmin idarələr Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, işğal olmuş ərazilərin işğaldan azad edilməsi, Azərbaycanın suverenliyi təmin edilməsi, separatçıların tutularaq həbs edilməsi, Azərbaycanın dünya miqyasında mövqeyinin mükəmmələndirilməsi, Azərbaycan prezidentinin dünya miqyasında mövqeyinin mükəmmələndirilməsi və dünyanın müdrik siyasi lideri olaraq qəbul edilməsi ilə barışmayan qüvvələr indi də bu cür istiqamətdə Azərbaycana qarşı mənəvi repressiyanı, mənəvi təbliğatı həyata keçirirlər. Şər-böhtan kampaniyasını həyata keçirirlər və hər dəfədə Azərbaycana qarşı başı pozuq, anlaqsız, bəkar, topik düşüncə tərzinə malik olan, sapı özümüzdən olan baltalardan istifadə edirlər. Yəni, əsasən onu qeyd eləmək lazımdır ki, Qabilin, Erşadın, Məhəmmədin, sonra Turalın, sonra o Eminin televiziya kanallarının, elektron televiziya vasitələrinin, kanallarının Azərbaycanda yayımına qadağa qoyulmalıdır. Onların birləşdirilməsi üçün onlara sığınacaq vermiş ölkələrin rəhbərlərinə qarşı öz fikirlərimi bildirmək istəyirəm ki, Almaniyanın, Fransanın, Danimarkanın və digər Avropa ölkələrinin rəhbər vəzifəli şəxsləri, hüquq mühafizə orqanları həmin şəxslərin, yəni Eminin, Mehmanın, Qabilin, Erşadın, sonra digərlərinin anti-Azərbaycan mövqeyində olmalarından istifadə edərək Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni, Azərbaycan prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı qeyd elədiyimiz kimi Cənab İlham Əliyevin dünyada artan nüfuzunu həzm edə bilməyən, qəbul edə bilməyən ölkələr, onlarda yuva salmış erməni lobbiləri, ermənipərəst qüvvələr və digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı həmin şəxslərdən istifadə edirlər. Bu faktı Avropa Komissiyasının Emini müdafiə etməsi bir dəfə təsdiq edir, bir daha təsdiq edir. Sonra Mehmanı, Qabili, digər şəxsləri. Çünki belə götürən müqayisəli təhlil eləyək ki, mən dövlət siyasətini təbliğ edirəm, ancaq Avropa Şurası mənim, Avropa İttifaqı niyə məni müdafiə edən orada qərar qəbul eləmir? Ancaq Azərbaycanın əleyhinə olan Emini müdafiə xətti götürür. Niyə? Burada onların marağı var. Bəli, Azərbaycan kimi qüdrətli bir dövlətin mövcudluğu ilə barışmayan Xristian dünyası var. Avropa ölkələri var. Ona görə də onlara şərait, hər cür şərait yaradırlar. Qabillərdir, Eminlərdir, sonra bu Hemanlardır, o Turaldır, Erşaddır, nə bilim o
Orduxandır, nədir o Orduxan Portuxan? daha görsəndir. Onlar hərdən birdən çıxırlar. Yəni onlar bütün günü danışırlar, söz söyürlər, təhqir yağdırırlar. Öz-özlərinə deyirlər, gülürlər. O Qazaxda dəlxana var, Ruh Əsəb xəstəxanası var. Orada yatanlar onlardan ağırlıdır. Yəni onlara iynəcə zaddan vururlar. Ancaq bunlara damarlarına bunların kanyakdan, araqdan, o şunət dolu o kanalizasiya sularından vururlar. Bunlar da havalanırlar, başlayırlar, gülür, danışır. Azərbaycana qarşı hər fikirlər yağdırırlar. Sonra şəkilləri montaj edirlər. Onun bunun şəkilli ona qoşurlar, bunu buna qoşurlar. Prezidentin ailəsinə qarşı ötən kampaniyası aparırlar. Yəni cənab prezidentin yaratdığı ailə modeli, ailə akademiyası, ailə institutu dünya ölkələrində yüksək səviyyədə qəbul olunur və təbliğ olunur, dəstəklənir. Yəni o cümlədən Amerika Birləşmiş Ştatlarında bunu gözü götürməyən dairələr cənab prezidentin ailə üzvlərinin, cənab prezidentin ailəsinin özünün şəxsiyyətinə qarşı bu cür tədbirlər həyata keçirirlər. Ancaq Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinə əsasən prezidentin şərəf və ləyaqəti toxunulmazdır. Azərbaycan Respublikasının prezidenti toxunulmaz hüququna malikdir. Şərəf və ləyaqəti qanunla qorunur. Və 54-cü maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarının hər birinin Azərbaycanın ictimai siyasi həyatında fəal iştirak etmək hüququ vardır. Azərbaycana qarşı qiyama dövlət sevincəkdə müstəqil müqavimət göstərmək hər bir vətəndaşın borcudur. Mənim də borcumdur ki, Azərbaycana qarşı həyata keçirilən bu təxribatlara qarşı kəskin etirazımı bildirəm, fikirlərimi səsləndirəm. Yəni qeyd eləmək istəyirəm ki, Almaniyada, Fransada, Danimarkada bu cür şəxslərin fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Ona görə də həmin ölkələrin hüquq mühafizə orqanlarına, onların Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə öz kəskin etirazımı bildirirəm və xahiş edirəm ki, həmin nazirliklərə etiraz notası göndərilsin ki, eyni zamanda qeyd olunmalıdır ki, hansı fransız, hansı alman, hansı İngiliz Azərbaycan ərazisindən Fransa prezidentinə qarşı, sonra Almaniyanın baş nazirinə, kanslerinə qarşı, prezidentinə qarşı söhüş kampaniyası aparır. Azərbaycanda elə bir şey var yoxsa yox? Yoxdur. Yaxşı, siz nəyə görə şərait yaradırsınız? Almaniyanın prezidenti, sonra kansleri, Fransanın prezidenti, baş naziri, hüquq mühafizə orqanları, niyə bunları fəaliyyətə son qoymuşsunuz, niyə onları həbs eləmişsiniz? Və mən onlardan tələb edirəm ki, həmin şəxslər həbs edilərək beynəlxalq məhkəmə qarşı çıxarılmalıdır, tutularaq Azərbaycana təhvil verilməlidir. Onların vətəndaşlığını qəbul etmiş şəxslər həmin dövlətlərin qanunları çərçivəsində beynəlxalq hüquq normalarına uyğun olaraq cəzalandırılmalıdır. Onların fəaliyyətinə həmin ölkələrdə son qoymalıdır. Yəni ki, görün, yenə də deyirəm, Azərbaycandan hansı ölkəyə qarşı əks fikirlər yağdırılır, söyüş yağdırılır, Fransaya qarşı, Fransa prezidentinə qarşı hansı fransız gəlib buradan söz tartışır? Heç kim. Ancaq onlar Azərbaycanlılara orada şərait yaradıblar. Onlar Azərbaycanlı deməyə dilimiz gəlmir. Damarlarından erməni qanı axan anlaqsız şəxslərə, qabillərə, mehmanlara, eminlərə şərait yaradıblar. Deyirlər, döşən oradan. Nəyə görə? Onlar özləri gizlənirlər, deyir, öz millətimdir də, sizə qarşı çıxış eləyəm. O ölkənin ərazisində bu cür hərəkətlərə yol verilirsə, məsələn, Azərbaycanda kimsə hansısa ölkə qarşı, hansısa bir ifadə işlədirsə, tutaq ki, bizim dövlətlər arası münasibətlərimizə xələl gətirən, bu həmin şəxs cəzalandırılır. Və yaxşı, siz də necə cəzalandırırsınız? Siz necə cəzalandırmışsınız bunları? Yəni, Almaniyanın, Fransanın, Danimarkanın və digər Avropa ölkələrinin rəhbərləri, hüquq mühafizə orqanları qabili niyə həbs eləmişsiniz? Niyə mehman tutub başa salmışsınız, başına kəndir salmışsınız? Sonra emin də onun kimi. Hələ durub Avropa parlamenti, nə bilim Avropa komissiyası, durub emini orada müzakirə çıxardır, onun müdafiəsinə qalxır. Niyə?
Çünki onlar anti-Azərbaycan mövqeyində olan şəxslərdir. Deputatlardır, orada ermənilərin maraqlarına uyğun hüquq normalarına zidd olan fikirlər səsləndirirlər. Yəni, nə Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edir, onlar o istiqamətdə işlər yaparlar. Ona görə də mən xahiş edirəm Azərbaycanımızın hüquq mühafizə orqanlarından, dövlət və hakimiyyət orqanlarından ki, Azərbaycan Respublikasının ərazisində Mehmanın, Eminin, sonra Qabilin, İrşadın fəaliyyətini əks etdirən, göstərən kanallar bağlanılsın, TikTok kanalları, YouTube kanalları, onların çıxışına Azərbaycanda qadağanla tətbiq edilsin. Bir dəfəli rədd edilsin onlar. Onlar tutularaq Azərbaycana gətirilsin və Azərbaycan xalqı qarşısında layiq olduqları cəzanı alsınlar. İndi də qeyd elədiyim kimi, bax, müdrik rəhbərimizin istiqamətində işlər aparılır. Yəni, buna görə də biz çalışmalıyıq, qeyd elədiyim kimi, onların zərərsizləşdirilməsi istiqamətində işlər aparmalıyıq. Onların bu təhqirlərinə qarşı ciddi mübarizənin önündə getməliyik. Yəni, Azərbaycan prezidentinin siyasətinə dəstək verərək biz bu cür məsələlərin həll edilməsi istiqamətində işləri həyata keçirməliyik ki, bunlar öz uğurlu nəticələrini versin. Biz bilməliyik ki, Azərbaycana qarşı, Azərbaycan prezidentinə qarşı, onun ailə üzvlərinə qarşı bu cür işləri həyata keçirən şəxslər cəzasız qalmamalıdır. Onlar cəzalandırılmalıdır, məsuliyyətə cəlb edilməlidir. Yəni, Azərbaycan Respublikasına qarşı, Azərbaycan dövlətinə qarşı, Azərbaycanın prezidentinə qarşı, onun ailə üzvlərinə qarşı şər böhtan kampaniyası aparan şəxslər cəzasız qalmamalıdır. Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə qarşı, cənab Əli Nağıyevə qarşı, Daxşər Nazirimiz cənab Vilayət Eyvazova qarşı, Baş Prokurorumuz cənab Kamran Əliyevə qarşı şər böhtan kampaniyası yağdıran, təhqir ifadələr işlədən şəxslər tez bir zamanda cəzalandırılmalıdır, məsuliyyətə cəlb edilməlidir. Biz onları təhqir eləmirik, tənqidi fikir münasibətimizi bildiririk. Biz onların səviyyəsinə enmək istəmirik. Yəni, deyir, milçək bir şey deyil, ürək bulandırır. Onlar orada qarqara eti kimi ona vırıldırırlar, qaçırlar, bana yürürlər, ona hürürlər, buna hürürlər, əllərindən bir şey keçmir. Bu bizim evin yanında o çaqqallar gecə olanda ulaşırlar, gedirlər. Bunları da oradan Azərbaycana qarşı mırıldatmağa başlayırlar. Yəni, Türk arkadaşlarım demişkən mırıldadırlar bunlar, danışdırırlar. Yəni ki, qeyd eləmək lazımdır ki, belə şəxslər çoxdur. O dəfə də çıxışımda dedim ki, burada aşıq donu giyinmiş bir təlxək var, Müzəffər. Bu aşıqdır, bu sazı da götürüb qoltuğuna, aşıq sənətini də gözdən salan bir adam. Dedi, onu içirdirlər, orada içirdirlər, burada içirdirlər. Deyirlər, ona söyüb, ona söyüb, onu təhqir elə, bunu təhqir elə. Onu belə deyil, onu belə. O da başlayır, araqdan içir, başlayır danışmağa. Oradan da onlar bunları qabağa verib söyüşdürdü. Çünki həzm elə bilmirlər. Çünki dünya miqyasında cənab İlham Əliyevin qarşılanması, qəbul edilməsi, onun siyasətindən bəhrələnməsi, öyrənilməsi istiqamətində geniş miqyaslar
geniş bir yazıçlar aparıldığı bir dövrdə bunlar partlamaya düşürlər. Bunu həzm elə bilmirlər ki, alə institutunu İlham Əliyev formalaşdırıb dünya təqdim edib. İndi başlayıblar ailə üzvlərinə qarşı hücuma keçiblər. Qeyd elədiyim kimi, yəni nə deyə bilmirlər, torpaq işğaldadır. Qabil bir vaxt deyirdi ki, bir rayon alsa qulağımı kəsəcəm, falan yerimi kəsəcəm, kəsmədi. İndi deməyə söz yoxdur. Başlayıblar hörmətli Alyona xanım haqqında onlara yaraşmayan, insanlara yaraşmayan ifadələr işlədirlər. Azərbaycan xalqının milli mənəvi dəyərlərinə, milli mentalitetimizə, xalqımızın qüruruna toxunan ifadələr işlədirlər. Onlara deyilən ifadələr hər birimizə deyilən ifadələrdir. Hər bir Azərbaycan xalqına, Azərbaycan vətəndaşı. Çünki prezident xalqı, dövləti təmsil edir. Xalq adından müraciət etmək hüququ var, danışma hüququ var və başqa istiqamətlərdə fəaliyyət göstərmək hüququ var. Yəni, cənab prezident ölkənin prezidentidir. Bizim hər birimiz onun əskəri, onun komandasına uyğun olaraq hərəkət edirik. Onun siyasətinə dəstəyimizi ifadə edərək ön cəbhədə vuruşduruq, ideoloji sahədə vuruşduruq, siyasi sahədə vuruşduruq, anti-milli üslərə qarşı döyüşürük, xarici təxribatçılara qarşı döyüşürük, onları zərərsizləşdirilməsi istiqamətində işlər aparırıq. Yəni ki, nəyə görə, ta ki, biz kənd təsərrüfatında zərərvericilərə qarşı mübarizə aparmasaq, yüksək məhsul əldə edə bilmərik. İndi cəmiyyətimizi də bu cür ünsürlərdən, təxribatçı ünsürlərdən qorumaq üçün biz çox ciddi mübarizə aparmalıyıq. Bu bizim konstitusiyon hüququmuzdur. Biz konstitusiyamızın 54-cü maddəsini xatırlatdım. Burada şərh yazan vətəndaşlara deyirəm ki, 54-cü maddədə yazılıb ki, cəmiyyətin və dövlətin siyasi həyatında müstəqil iştirak etmək hər bir vətəndaşın hüququdur. Sonra yazır ki, dövlətə qarşı qiyama, dövlət çevrilsin cəhdə müstəqil müqavimət göstərmək Azərbaycan vətəndaşının borcudur. Mən borcumu yerinə yetirirəm. Kimdir kimə yataqlanır? Prezident gecə-gündüz bizim hər birimizin təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər həyata keçirir. Bu qədər təhqirlər yağdırılır, söyüşlər yağdırılır. Ona baxmayaraq bizim özümüz cavab verməliyik. Prezident bizi qoruyur, biz də prezidenti qorumalıyıq. Dövlət bizi qoruyur, biz də dövlətimizi qorumağa borçluyuq. Necə ki, bizim qəhrəman igid oğullarımız gənc yaşlarından, 20-25 yaşlarında, 18 yaşlarında vətəni qorumaq üçün canlarını qurban verdilər. Biz də vətənimiz üçün canımızı qurban verməliyik. Yəni demək istəyirəm ki, bu adamların özlərinin şuuru, düşüncəsi aşağı səviyyədə olduğuna görə özlərini bu cür qələmə verirlər. Yəni ki, ürəkləri yatır bunların, sonra mənim çıxışımı həzm edə bilmirlər. Mən görürsün nədən danışıram. Danışıram, bax bunların qabillə heç bir fərqi yoxdur. Bunları da aşkar edib, hüquq mühafizə orqanlarına vermək lazımdır ki, bunların haqqında tədbir görülsün. Çünki bunların haqqında tədbir onsuz da görülməsi nəzərdə tutulur. Mən heç kəsin nə tutulmasını, həbs edilməsini istəməzdim. Sizin düşüncənizdə, baxışlarınızda dönüş yaratmaq lazımdır, əməliyyat keçirmək lazımdır, cərrahi əməliyyat keçirmək lazımdır, siyasi dezinfeksiya işlər aparmaq lazımdır. Bunlar sizin beyniniz yuyulmalıdır ki, siz məni dərk edə biləsiniz. Burada konfaz qalıb mənim. Bəli. Yəni demək istəyirəm ki, bunlar layiq olduğu cəzalarını almalıdırlar. Diqqətinizə görə çox sağ olun. Sizə minnətdarlığımı bildirirəm. Təşəkkür edirik. Bizi izlədiyinizə görə, dinlədiyinizə görə. Bizim çıxışlarımızı bəyənənlər də sağ olsun, bəyənməyənlər də sağ olsunlar. Bəyənməyənlər özlərini bəyənmirlər. Onlar mənim çıxışımı yox. Onlar hər şey bəyənən ki, özlərini bəyənmirlər. Bəli, çox sağ olun izləyicilərimiz. Çox sağ olun ki, izlədiniz, yayımıza qoşuldunuz. İndi hərənin öz şəxsi fikirləri var, öz düşüncə tərzi var. Yəni də çox sağ olun. Gecəniz xeyrə qalsın, növbəti görüşlərə dək.